Oh. Salam dostlar. Bugün sizlerlə birlikdə Minecraft Survival bölümü ilə sizin qarşınızdayam. O qədər uzun zamandır video atmıram, bölümün neçə olduğu yadımdan çıxıb. Nedir portalı açmışdıq, nə etmişdik? Videodan kənarda bir dənə yenə yataq düzəltdim. Çox şey eləmədim, elə bir dənə yataq düzəltdim, bir də gəzdim elədim. Nəysə. Bugün biz düşünürəm ki, mağaraya gedərik. Ondan sonra odunumuzu çoxaldarıq ki, odundan çoxlu çubuq düzəldək, çubuqdan da özümüzü qoruya bilmək üçün əşyalar düzəldək. Gəlin, başlayaq. Gedək odun qazmağa, yəni ağac qazmağa. Baltamız da buradadır. Neçə uzun zamandır video atmırdım. Belə yorum yazmasanız da yenə də video istədiyinizi düşünürəm və video atıram. 8 dənə odun oldu, yəni 32 dənə taxta. Buranı da sonra kəşf eləmək olar. Uşaqlar, bu odun toplamaq biraz gecə olacaq. Mən videonu dayandırım, odun toplayayım biraz. Sonra yenidən videonu açacağım. Uşaqlar, daha doğrusu dostlar, odun topladım. Bir stekə yaxın odun oldu. Bunları da toplayım ki, evə getməliyəm. Çünki birazdan zombilər gələ biləcək. Gələ bilər deyəcəydim. Təbii ki, gələcək. Odunları da toplayaq, gedək tez evimizə. Evdən də xeyli uzaqlaşmışam. Evin yerini tapım, gələcəm. Uşaqlar, mənim dağıma evi oradan görürəm. Dağıma zombilər takıldı, uşaqlar. Bu zombilər onsuz da mənə eləyə bilər ki. Hadi. Get atanı çağır. Gücsüz. O neydi? O neydi? Enderman? Kız yat. Qapını açıq qoyduq. Zombi hara getdi? Ay, zombi hara getdi? Ay! Bu neydi ola? İntikam. Sənin mən. Uşaqlar. Heç Minecraft Survival bölümündə böyle bir şeye rast gelmişsiniz. O neydi ola? Oyda, bu böyük bir təhdid ola bilər.
Ne edəcəm mən? Görək fikirləşim nə qədər. Nə fikirləşim? Ne edə bilərəm ki? Böyük ehtimalla onlar sürü halından gələ bilərlər. Onu mən təhdid eləmişdim. Uşaq zombini. Demişdim ki, get atanı çağır. Mən unutmuşdum. Zombilər ölən dostlarını, qohumlarının yerini hiss eləyə bilirdilər. Ne edeyim mən, ne edeyim? Uşaqlar, ağlıma bir fikir gəldi deyəsən. Amma tam da əmin deyiləm. Hava da qaralıb. Artıq onlar gələ bilərlər. Ne edəcəm mən? Çöl baxın, inanmırsınızsa baxın, çöl qaranlıqdır. Başqa bir dənə də zombi də var. Uşaqlar, evə gəldim. Amma o belə bir sürü olsa, mən onların baş çıxarda bilmərəm axı heç. Əslində çıxarda bilərəm, amma lap çox olsa pis olar. Yenə də çölə çıxım, yenə də nəzarət eləyim. Qorxudan səsim titrəyir. Ne edə bilərəm? Birdən zombilər çox olsa nə olacaq? Yenə də çıxım baxım. Oy! Tam da dediyim kimi olub, amma o qədər də çox zombi yoxdur, yaxşı ki. O zombilərin zombilər çoxaldı. Zombilər çoxaldı, nə edəcəm? Oy! Ne edəcəm mən? Ayda, bu çox pis bir şey oldu. Üstdən baxım görüm bunlar nə qədərdilər. Ayda. Oyunum da donur. Yaxşı ki səhər oldu, öldülər. Ayda. Uşaqlar lap çox idi uşaqlar. Bilmirəm gördünüz, görmədiniz, buralar təmiz doluydu onlarla. Yaxşı ki öldülər. Hayda. Nə yaxşı ki zombilər hələ səhər olanda ölürlər. Vapşı bu nədir? Oyunum da donur. Qır bunu. Belə kəllə zad da mənə lazım deyil. Bu kəllə. Deyirdim yandırım, amma heç vaxt zombilərdən zombi kəlləsi düşmürdü. Ona görə də saxlayıram da. Birdən şey olar. Kolleksiya üçün lazım olar mənə. Amma yenə də mən çox qorxuram. Zombilər yenə də gələcəklər məncə. Belə bir şey eşitmişdim ki, Minecraft haqqında. Əgər zombilərin bir dənə zombini öldürdükdən sonra onun daha çox zombi üstünüzə gəlirsə, deməli bu onun ilk aşamasıdır. Yəni ondan sonra daha çox sürülərlə zombilər üstünüzə gələ bilər. Belə haqqı həyat olmadığına görə çox da qorxmuram, amma tam qorxmadığımı desəm yalan olar. Amma ağlıma bir şey gəldi. Bunu uzaqlara getdikdən sonra sizə göstərəcəm. Onu da daha siz görərsiniz.
Yolumuz hələ çox uzundur. Bəlkə də dünyanın o biri tərəfindədir. Videonu ona görə dayandırıram. Çatanda deyəcəm. Uşaqlar, bir də yola çıxmazdan əvvəl bir şey yadımdan çıxmışdı. Ona görə yolu yarısını getmişdim. Qayıtdım. Getdim. 2 dənə bu əşyanı aldım. Netherite deyirəm, Anakaya və bu Netherite kazmanı aldım. Bu kazmalar mənə çox lazım olacaq. Video bundan sonrasına adı nə idi? Kazmanı və Anakayanın hardadan necə götürdüyümü göstərəcəm. Oy, o qədər yarı yolu getmişdim, bir də geri qayıtdım. Çünki çox vacib olan 2 əşyanı götürmək yadımdan çıxmışdı. Bunu neçə vaxtı sizdən də gizlədirdim. Amma əvvəl-axır bunu öyrənməliydiniz. Mənim evimdə gizli bir yer var idi. Lazımsız əşyalarımızı da atıram çölə və bunu da göstərirəm. Uşaqlar, bunu mən bu sığınacaq mənə babamdan qalıb. Babam bu sığınacağı çox lazımlı vaxtlar üçün tikmişdi. Bunu tikdikdən sonra ölümündə onu mənə nəsihət vermişdi. Mən də onun mənim üçün saxladığı sığınacağın üstünə öz evimizi tikmişdim. Amma bunu ilk vaxtlarda sizə deməkdən çəkinirdim. Nəysə, gəlin yerimizə gedək. Yer biraz köhnə olduğuna görə hər yeri də yaxşı bloklarla bəzəyə bilməmişdi. Ancaq daşdan və qazdıqda qabağımıza çıxan bəzi bloklardan bir tunel qazmışdı, sonra isə bunu otaq eləmişdi. Baxın, buradakı bu sandığın dalında da bir sandıq olduğunu görə bilərsiniz. O sandığın içində əvvəl çox dəyərli Minecraft dünyasında təkcə babamda olan bir blok var idi. Amma o blok hələ də axtarırıq. Bilinmir hara getdiyi, yoxa çıxıb. Bəlkə də kimsə oğurlayıb, onu bilə bilmirəm. Amma bunlar mənə babamdan qalıb. Netherite sırx, büyülü kazma, büyülü kılıç və Anakaya. İndi bunları götürəcəm və sizi aparacağım yerdə mənə lazım olacaq. Bunları götürmək üçün bəzi əşyalarımı, bəzi yox, bütün əşyaları buraya qoyacağım. Qalan əşyaları isə bunun dalındakı sandığa qoyacağım. Kazmanı bir tək alım. Görürsünüzmü? Buranı da bağlayıram. Buradan da mənə lazım olan əşyaları alıram. Əlimdə də mənim qılınclarım olacaq. Hətta qalxanımı belə qoyuram. Hətta
öz qalxanımı belə ora qoyacağam. Qalxanımı belə ora qoydum. Gəlin yenidən yolumuza davam edək. Baxın belə dostlar. Bu əşyaları belə aldım. Ama sonra vazgeçtim. Kılıncımı yerine koydum. Neyse. Buralara keçmək üçün belə təhlükəli dağ yollarından getmək lazımdır. Oy. Buradan getmək çox yorur məni. Baxın belə uşaqlar. Sizi gətirmək istədiyim yer buraydı. Buranı mən tikəndə çox əziyyətlə tikmişdim. Bura əvvəl mənim yapı kapışması eləmək üçün bir yerim idi. Mənim başqa bir kanalım var idi. Baxın, burada hansı, məsələn, bura ev, zırh otağı və s. kimi şeylər yazırdım. Nə boyda? Burada böyük və ya kiçik, orta bunlar yazırdım. Nəysə. İndi bunun orası yoxdur. Çox təhlükədəyəm. Burada mənim əvvəl işlətdiyim bir ev idi. Ana kayanda bura qoydum amma nəysə. Burada mənim çox əvvəl işlətdiyim bir ev idi. Bura mənim gözətləmə yerim. Bura mənim gözətləmə yerim idi. Həyatda çoxlu heyvanlarım var idi. Onlardan hələ də çox darıxıram. Baxın. Ancaq bunları nəyə görə gətirdim soruşmayın. Çox qəşəng sığınacaq düzəltmişdim. Zombilər gecə burada olacaqlarına görə videonun əvvəllərində də sizə danışdığım kimi zombilər bir şey deməmişdim. Zombilər bir sürü halında gəldikdən sonraki gecə daha çox maksimum çoxluqda gəlirlər və yəni edəcəklərini edirlər. Ona görə buranın qapısını da gücləndirəcəm və zombilərin lanəti 5 gün çəkir. 5 gündən sonra bütün sürülər yox olur və bu problem bitir. Baxın, bu hadisədən qurtulmaq üçün hər tərəfi ana kaya ilə bağlayacağım. Düzü bunu elmasların yerinə, yəni ana kayanı qoyacağım. Düyməni qoydum və bir türlü də gedəmədim. Uşaqlar. Baxın. Bu düyməni qıracağım və
Zombilər bura gələnməsin deyə düyməni qırdım. Artıq bu sığınacaqda qalacağam. Yerlər isitməlidir, yerlər işıqlıdır, meşaləsiz isitmə var. Burada büyülü qılıncım, zırhım, sandığın içində büyülü əşyalar. Ondan sonra ad yadımdan çıxdı. Ender incisi, çalışma masası, büyü masası. Burada artıq əşyalar qoymaq üçün sandıq, yatmağa yataq. Burada da düzəltdiyim bir yer var. Bu nədir?